Salam, hər vaxtınız xeyir olsun. Hər birinizi yenidən xoş gördük dəyərli şagirdlər. Sualımız belədir ki, verilmiş funksiyanın qiymətlər çoxluğuna daxil olan ən kiçik tam ədədi tapın. Ən kiçik tam ədədi tapmaq üçün biz ilk öncə qiymətlər oblastını müəyyən eləməliyik ki, orada ən kiçik tam ədəddə tapaq. Baxırıq ki, kök altında kvadratik funksiyadır. X kvadratı çıxılsın x üstəgələk 15. Kök altında olduğuna görə nə olur? Olmalıdır 0. Əgər baxırıq ki, uşaqlar, baxırıq nəyə? A nədir burada? A sıfırdan böyükdür, düzmü? Bəli, əmsal. D nədir? D də sıfırdan kiçikdir, yəni belədir. D də sıfırdan kiçikdir. Əgər A sıfırdan böyük, D sıfırdan kiçikdirsə, demək ki, verilmiş bu kvadratik funksiya həmişə nədir? Müsbətdir, həmişə müsbət qiymətdir. Yəni, funksiyanın təyin oblastı bütün həqiqətlər çoxdur. Bütün həqiqətlər çoxluğudur. İstəsək də yox, yəni x-in istənilən qiymətində verilmiş funksiya doğrudur. Bəs bu ən kiçik qiyməti necə müəyyən edilir? Kvadratik funksiyada ən kiçik qiymət müəyyən olunmasının müxtəlif üsulları var. Bu üsullardan biri də nədir? Törəmə üsulu. Ən yaxşı üsul törəmə üsulu. Törəmə ilk öncə yəni törəməsini tapırıq. Törəməsinin sıfıra bərabər olduğu nöqtəni müəyyən edirik. Yəni x kvadrat çıxılsın x üstəgələk 15. Törəməsi nə olacaq? Törəmə bərabərdir 2x çıxılsın 1. Sıfıra bərabər eləyirik. Bərabər 0. X-i tapdıq nə? Tapdıq 0.5. Həmin nöqtəni, törəməsinin sıfıra bərabər olan nöqtəni olur 0.5. Aparıb yuxarıda yerini yazırıq. Y bərabərdir kök altında 0.5-in kvadratı çıxılsın 0.5 üstəgələk 15. Nəyə bərabərdir? Bu bərabərdir kök altında 14 tam %75-ə. Düzdürmü? Bəli, düzdür müəllim. Bundan təxmin nə çıxır? 3 tam %84. Verilmiş funksiyanın ən kiçik qiyməti nə oldu? 3 tam %84. Demək 3 tam %84-dən başlayır müsbət sonsuzluğa. 3 tam %84-dən böyük ən kiçik tam ədəd soruşduğuna görə ən kiçik tam ədəd nədir? Olacaq 4. 3 tam %84-dən böyük ən kiçik tam ədəd 4 olacaq. Bəs sual oluna bilər, ay müəllim, mən bunu başa düşmədim. Mən törəmə mövzusunu bilmirəm, keçməmişəm. Onda nə edəsən? Müxtəsər vurma üsullarından istifadə edəsən. Yəni, fərqin kvadratından istifadə etməklə yazacaqsan. X kvadratı çıxılsın x üstəgələk 15 yazsan bərabərdir x çıxılsın 0.15-in kvadratı üstəgələk 14 tam %75 bərabər nə? Bundan nə çıxaracaq? Qalacaq 14 tam %75. Bundan nə çıxır? Bundan daha təxminən çıxır 3 tam %84 çıxacaq. Yəni bu qədər, bu şəkildə yazıb ala biləcəksən. Belə, inanıram ki, hər biriniz üçün faydalı oldu. Sağ olun, salamat qalın.